Kanalımıza salam, Herobrine videoma hoş geldiniz. Videomuzu kesmemişten önce aşağıdan kanalımıza abone olmayı unutmayın ki bu tür videolar devam etsin. Herobrine bütün dillerde dastan olan, hətta uşaqları belə qorxuya salan bu Herobrine. Bütün serverlerde karşınıza çıxan bu qorxulu lənətli bir casus. Və diqqətlə fikir versəniz, quyunun dibində tapılan önə çıxan Herobrine və bunu bir serverçi görüb oyundan çıxdı. Və burada da göstər divarda şəkli asılı vəziyyətdə qalıb və bunu serverdən görən dərhal ebeveynlərinə xəbər verib. Yəni bir sözlə Herobrine bütün dünyanı ələ keçirib. Əgər bir gün Herobrine'ın oyuna daxil olmaq istəyirsinizsə, bu serverə girib Herobrine'la qarşı-qarşıya dura biləcəksiniz. Və bunu axtarıb düşünmək lazım. Əgər bir gün Herobrine'da çalmaq istəsəniz, qızıl blok, sonsuzluğu yanan bloku çağırırsınız, onsuz da qarşınıza kimin çıxacağını bilirsiniz. Herobrine. Və Herobrine bütün heyvanların şəklini ala bilən bir lənətli bir casusdur. Oyunda oynayın, baxın. Və Herobrine'nin öncəsi və sonrası. Yəni öncə insan alında, sonra isə lənətli casuslardan tərəfindən ələ keçirilmiş cin demək olar. Əgər bir gün Minecraft oynayırsansa, öncə nə eləməlisən? Öncə Minecraft oynayırsansa, axtarmalısan və bunu harda axtarmalısan? Təbii ki, Google'da axtarmalısan. Axtardın və bunun məntiqini öyrəndinsə və qarşına nə çıxacağını bilirsən. Lənətli bir Herobrine. Mən də bir gün Minecraft oynadım. Mən də sizin kimi axtardım və bunun nə olduğunu görmək istədim və qarşıma yenə Herobrine çıxdı. Və yenə axtarmağa qərar verdim. Axtardım və bunu təbii ki də Google'da axtardım. Yenə axtardım, yenə Herobrine çıxdı. Və sonradan belə bir şəkil gəldi və bunun dedilər ki, əlvida şəklidir. Bunu yenə Google'da axtardım, yenə də axtardım. Bunun məntiqini çözdüm və sonunda Herobrine'ın tapıldığı şəklini gördüm. Yəni bu onun son şəkli idi. Yəni bir sözlə bütün dünyanı ələ keçirən bu Herobrine. Dünyanı alt üst edən, uşaqları qorxuya salan Herobrine. Neyse uşaqlar, bugünkü videomuzun sonuna gəldik. Abunə olub like atmayı unutmayın ki, bu tür videolar devam etsin. Sizləri çox sevirəm.